Ayaz bəy, sual sizə vermək istəyirəm. Məhəmməd Peyğəmbərin həyatında səbrin ən bariz nümunələri hansılardır? Həzrət Peyğəmbərimizin həyatına biz diqqət yetirsək, elə həyatı ümumilikdə elə səbirdən ibarətdir. Həzrət Peyğəmbərimizin həyatını biz adətən danışanda Məkkə dövrü və Mədinə dövrü olaraq bölürük. Biz xüsusən Məkkə dövrünə diqqət yetirsək, Həzrət Peyğəmbərimiz ki, təzə artıq vəhiy gəlmişdi, Peyğəmbər olaraq Allah tərəfindən təyin olunmuşdu. Onun vəzifəsini icra etməyə başladığı dövr ki var, Allah Teala ayə nazil eləyir, ilk olaraq öz yaxınlarını qorxud. Elə ilk andan, həmin o vəzifəyə başlayandan artıq Həzrət Peyğəmbərimizin biz həyatına baxırıq, bir çox çətinliklərlə qarşı-qarşıya durur. Məsələn, Həzrət Peyğəmbərimiz Məkkə dönəmində bir neçə il müsəlmanlar, bir neçə nəfər ki, iman gətirmişdi, blokadada qalırlar. Məkkə müşrikləri onlarla müəyyən qədər ticarətin qarşısını kəsir, onlarla ünsiyyətin qarşısını kəsir ki, onları zəiflətsin. Ancaq baxırıq ki, həmin dönəmdə onlar bu şeyə səbr eləyirlər. Ondan sonra Həzrət Peyğəmbərimizin biz Taif səfərinə diqqət yetiririk. Taifdə Həzrət Peyğəmbərimiz ki, ora getmişdi, o Taif cəmaatını dəvət eləsin. Həmin cəmaatın ona qarşı olan münasibəti ki var, hətta vurub dişini də sındırırlar. Ancaq Peyğəmbərimiz bu müsibətlərə baxmayaraq orada onlar üçün xoş dua edir. Allahdan dua istəyir ki, bu cəmaatı hidayət elə. Və müəyyən bir zaman keçdikdən sonra da Həzrət Peyğəmbərimizin duasının bərəkəti olaraq həmin insanlar iman gətirir. Və Həzrət Peyğəmbərimizin özünün dediyi bir söz var. Deyir ki, heç bir Peyğəmbər öz ümməti tərəfindən mənim qədər əziyyət görməyib. Ancaq hər dəfəsində Həzrət Peyğəmbərimiz o əziyyətlərə baxmayaraq səbr eləyib və rəhmət Peyğəmbəridir. Quran-ı Kərim də bizə Həzrət Peyğəmbərimizi bu cürlə təqdim edir. Rəhmət Peyğəmbəridir və heç bir zamanda öz ümmətinə qarşı bəddua eləməyib. Halbuki biz başqa Peyğəmbərlərin nümunəsini Quran-ı Kərimdən bu baxımdan görə bilərik ki, müəyyən sınaq müddətində təbliğatlarının nəticəsini görməyəndə onlar bəddua eləyiblər. Ancaq Həzrət Peyğəmbərimiz bu baxımdan rəhmət xüsusiyyətini daha çox qabardıb, daha çox önə verib və səbirli olaraq rəftar eləyib. Eyni zamanda biz Quran-ı Kərimə diqqət yetirsək, Həzrət Peyğəmbərimiz üçün Allah Teala bir ayə qeyd edir. Deyir, insanlar üçün gözəl nümunə var Həzrət Peyğəmbərimizdə. Burada ümumi olaraq insanlardan söhbət gedir. Dünyada nə qədər insan var, hər birinin özünə məxsus bir xüsusiyyəti var. Və yeganə insan da Həzrət Peyğəmbərimizdir ki, Allah Teala Quran-ı Kərimdə onu bu formada təyin edir ki, bütün insanlar üçün nümunədir. Təbii ki, hər bir insanın müəyyən qədər çatışmamazlığı ola bilər. Ancaq yeganə insan Həzrət Peyğəmbərimizdir ki, hər bir insan özündə nə çatışmırsa, ona baxıb, Həzrət Peyğəmbərimizə baxıb özündə çatışmayan xüsusiyyətləri görə bilər. Bu baxımdan da Həzrət Peyğəmbərimiz səbir baxımından elə ən üstün mərtəbədə olan kəsdir. Məsələn, ibadət baxımından elə ən üstün mərtəbəyə çatan bir kəsdir. Və digər istər sosial məsələlərdə, insanlarla münasibətdə, məsələn, Quran-ı Kərim deyir ki, sən əgər insanlara qarşı sərt olsaydın, heç biri sənə tərəf yaxın gəlməzdi. Heç biri sənə iman gətirməzdi. İnsanlarla xoş münasibət baxımından ən gözəl nümunədir və təbii ki, bizim mövzumuz da səbir olduğuna görə elə səbirdə də Həzrət Peyğəmbərimiz ən gözəl və ən böyük nümunədir ki, insan Həzrət Peyğəmbərimizin həyatına baxaraq, onun həyatından nümunələr gətirərək, öz həyatına da onu tətbiq eləyərək təbii ki, səbir xüsusiyyətini özündə formalaşdıra bilər. Təşəkkür.